12 ilə başlayıram. Tak, tak, tak. Mən kameramı bağlayayım. Çünki yəqin ki, bataram. Bir dəqiqə. Biraz səbirli olun, səbirli olun. Səbirli olun. 12. Deyir ki, bu ədəd daxil edilərsə, nəticəni müəyyən edin. Adi dövr operatorudur, ay uşaqlar. Şərt doğrudur, doğrudur. Düşür aşağı. A-nın qiyməti nədir? Qalıq nə olacaq? 6. X olacaq 245. Düşdü aşağı. N bərabərdir. N üstə gəlsin 1. N-in qiyməti oldu 1. Qalxdım yuxarı. Şərt doğrudur. Doğrudur. A-nın qiyməti olacaq 5. X olacaq 24. N olacaq 2. Sayır da neçədən olduğunu sadəcə. Qalxdı yuxarı. 24 böyükdür 0-dan, hə? A oldu 4, X oldu 2, N oldu 3. Qalxdı yuxarı. 2 böyükdür 0-dan, hə? A oldu 2, X oldu 0, N oldu 4. Çıxanda N-in qiymətini 4 almışıq. K-nın qiyməti bu arada bu ədədimizi X öz qiymətini K-ya mənimsədib. Yəni K öz qiymətində qalıb. Çünki dövrdə K-dan istifadə etməmişik. Ədədimiz üstə gəlsin 5 vurulsun 10 üstü 4. Всё. Nə alacaqsınız? Hesablayırsınız da. Sonra aldığınız cavabı təzədən 10-a vurub üstünə də 5 gələcəksiniz. Cavab nə eləyəcək? Y variantı. Niyə variant? Bəli, daha böyük ədəd alınmalıydı. 11-ci sualda 8-ə bölür və 8-ə qalıq bölürsə və bu qalıqları toplayırsa, bu deməli 8-i say sisteminə keçmək deməkdir. 27-ci sual. Onda ədəd daha tutaq ki 20 ədədi daxil etmisənsə, ilk 1-dən başlayır qiymət almağa 20-yə qədər. Həmin ədədi i-yə bölünənlər, məsələn 20 hansı ədədlərə bölünəcək? 1-ə, 2-yə, sonra 4-ə, 5-ə, 10-a, bir də ki 20-nin özünə, hə, n daxildir. Amma bu ədədlərdən hansıları götürür? Qalığı 1 olanlar, təklər, yəni 1-i, 5-i götürəcək ancaq. 21, 29. 21, 29, 25. 21, 29. 21, 25 falan. Bura baxırıq, bura baxırıq. Deyir ki, A-ya tutaq ki verirəm 7, B-yə verirəm 10. Şərt doğrudur, doğrudur. K bərabər olacaq A1-ə, 7-yə. Düşdü bura, yəni bu şərtdən sonra for. K üstə gəlsin 1. Yəni neçəyə qədər olacaq? 8-ə qədər. A-nı böləcək i-yə. I qiymət alacaq 1, 2, 3, 4, 5, 6, 7. Düzdür? 7 daxil olmaqla qiymət alacaq. A1-in qiyməti 7-dir. Yenə i-yə bölür. 7 hansı ədədlərə bölünəndə qalıq 0 olur? 1-ə bölünəndə, gərək elə ədəd götürəydim ki, biraz bir də 7-yə bölünəndə normal olaydı. A2-ni də bölür. A2-ni də təzədən, A2 də 10-dur. 10 da 1-ə bölünür. Qurtardı, başqa heç bir şeyə bölmür, düzdür? D bərabərdir i-yə, D axırıncı qiymət 7 alır və bizdə bəli çıxır. Hər ikisinə bölünənlər, çünki i-nin sonuncu qiyməti 7 olacaq, bölündüyü ədəd. Burada şərt ödəyəndə D-də bərabər olacaq i-yə. Xeyri almayacaq. Deməli, bunların qarşılıqlı sayda olub-olmadığını müəyyən edir, düzdür? Və siz artıq bunu riyazi bacarıqlarınız, riyaziyyatda keçmisinizsə, qarşılıqlı sayda ədəd nədir? 15 daxil edilərsə, yazılmış qiyməti müəyyən edin 25-də. F-ə 15 daxil edib, y-in qiyməti 3-dür. Şərt doğrudur, doğrudur. Düşürəm aşağı. X bərabərdir, x üstə gəlsin y. X ilə y toplayır, 5 eləyir. Y bərabərdir, x çıxılsın y. 5-dən də y çıxır. Y-in qiyməti bu arada bizdə dəyişməyib, 3-dür. 5-dən çıxanda 2 qaldı. Qalxdı yuxarı, şərt doğrudur. Yenə deyirəm doğrudur. X bərabərdir, x ilə y toplayır. 7 eləyir, y bərabərdir, x-dən çıxır y, 75. Adi sadə dövrdür də, bunu nəyi yaza bilməmişsiniz? Mənə həqiqətən maraqlıdır. Artıq biz Pythonu yekunlaşdırırıq. 15 şərt doğrudurmu? Doğrudur. Gəlirəm, x bərabərdir, x üstə gəlsin y. 7 ilə 5 toplayanda 12 eləyir. Y bərabərdir. 12-dən neçəni çıxacaq?
Bəli. 47. 7. Qalxıram yuxarı. Şərt doğrudurmu? Doğrudur. X olacaq neçə? 19. Y olacaq 12. Şərt doğrudur. Yenə deyirəm, hə? X olacaq 19 12 toplayan neçə edir? 31. Y 19. 31, Y-də 19. Şərt doğrudur, ödəmədi. 31 və 19-da da qalır. 27-ci sualda millət burada ilk qiymət alacaq 1-i, 2-ni, 3-ü, 4-ü və 5-i. 1-i, 2 və deyir ki, 5-dən 1-i çıxanda 4 qalır. Bu hər dəfə boşluğu verir. Bizdən ulduzun simvolunu soruşur. Boşluğu i-nin qiymətinə vuranda tutaq ki, 4 dənə boşluq verəcək. Bizim boşluğa ehtiyacımız var burada. Ehtiyac yoxdur. Ona görə mənim burayla bir işim yoxdur. Bura bəs eləyir də, boşluqdur da, Allahın boşluğu. 1 alanda, 1-i 2-yə vuranda nə verəcək? 2. 2-ni də dırnaqda ulduza vuranda mənə 2 dənə ulduz verəcək. Sonra i 2 olanda, 2-ni 2-yə vuranda 4, mənə neçə dənə ulduz verəcək? 4. 2-ni 3-ə vuranda 6, 6-nı da ulduza vuranda STR tipidir də, mənə 6 dənə ulduz verəcək. İni 4-ü 2-yə vuranda 8, 8 ulduza vuranda mənə 8 dənə ulduz verəcək, 8 dənə. Aldı 5 qiymətin. Burada da 10 dənə ulduz verəcək. Toplayacağım bunları 2, 4, 6, 8, 10. Bu da eləyəcək 30 eləməlidir. Sonra Fidan, bu rahat sualdır axı. İ'nin qiyməti 1-dir. A-la A-nı toplayır. A olacaq neçə? A-la A-nı toplayanda 2. İ alacaq 2 qiyməti. Təzədən A-la A-nı toplayır. 2 ilə 2 toplayanda 4. İ aldı 3 qiyməti. Təzədən A-la A-nı toplayır. Eləyəcək 8, 6. Niyə? 4, 4. Axırıncı A-nın qiymətinə 4. İ aldı 4 qiymətin. Haycan? Birinci orada 4 olmayacaq. 2 ilə 2-ni toplayır. Hə, sorry. 4. 4 ilə 4 toplayacaq 8. 8 ilə 8-i 16. 16 ilə 16-nı 32. 32. Sonra qalxırıq yuxarı. İ alacaq 5 qiyməti. Bu da olacaq neçə? A olacaq 64. Bildim mən. Əslində onlayn dərsdə Zeynəb, adətən əyani tələbələrin suallarına cavab vermirəm. Ona görə 20-ni saxlamışam. Bu arada bu 20-ni indi keçəcəm. Çünki bunların dərslərinin zamanından gedir. Yəni, əgər onlayn dərsdirsə, bunların elə bir ki vaxtıdır. Baxıram indi suala, dərsə gəlməmişdim. Zaman bunların zamanıdır, yəni ancaq bunlara odaqlanıram. Əyan tələbləri adətən dinləyici qismində, dərsə gəlməyiblərsə də dinləyici qismində alıram onları dərsə. O baxımdan. Baxaq. 675 ədəd daxil edilərsə, bax, burada bizdə 8-ə bölür, girişdə daxil edir 675-i. 8-ə qalıq bölürsə və 8-ə tam bölürsə, deməli 8-lik say sisteminə çevirir, düzdür? Heç mən bu dövrə girmədən 675-i 8-lik say sisteminə çevirirəm. 675-i 8-ə bölən neçə dəfə düşür? Neçə dəfə? 84. 84 dəfə. Vuranda 672 eləməlidir. 3 qalıq qalır, düzdür? 84-ü 8-ə böləndə 11 10 dəfə düşəcək, düzdür? 80 elədi, 4-ü götürdük. 8-i 10 bölürəm 8-ə. Bir dəfə 8-in 8, 2 qaldı, 1, 2. Bizim elədi 1, 2, 4, 3 ədədimiz, düzdür? Bunlardan 3-dən kiçik olanlar hansılardır? A-nın qiymətini artıracaq. 1-də, 2-də, 1-də, 3-də, düzdür? Bu şərt ödəyir də. Aha, A alacaq 3 qiyməti. Bu şərti ödədikdən sonra 2-dən böyük olanlar hansılardır? 2 və 2-dən böyük olanlar. 2, 1-də 3. 4 ona görə götürmürəm ki, axı burada 4 3 4-dən böyükdür. Yox deyirik və biz bu if-dən bura düşürük də. Yəni, içəri girə bilmirəm. 4 ona görə burada götürə bilmirəm. 3, deməli, 3 dəfə burada ödədi, 2 dəfə də burada ödədi. Toplamda 5 eləməlidir. Prosta görürsünüz, burada sizi bir dənə çaşdırıcı məqam veriblər. B-nin başlanğıc qiyməti 1 veriblər. Üstünə də 1 gələndə bura verir 3. 3-dən 3-ü toplayanda eləyəcək 6.
Sonra 34, 33, 34 var. Hə. Bir dənə diqqətiniz burada olsun. Burada necə baxırıq? Dəqiqə uşaqlar, boğazım nasıl oldu? Fəridə Sevinç qoşulacaq. Sonra Zeynəb qoşulub. Rahid, hə, Rahid qoşulub. Fəridənin Nəzrin şəxsi nömrəsini bilmirsən. Hə, yaxşı elədin. Yəqin ki, şey eləyərlər. Qoşulalım. Deməli, bunlar Yusif, Zeynal da buradadır, düzdür? Tamam. Tamam, gördüm, gördüm, müəllimə yazım. Şu gəlməyənlərin, əyəndə dərsə gəlməyənlərdən Fərdə Nəzirin yoxdur, düzdür? İkinci gündə dərsə gəlməyənlər var idi. Nəzrin dərsdədir. Hə, hə, bildim, bildim. Mənim sizə yazdıqlarım 3-6 qruplar. 3-6, 2-5-dən gəlməyənlər var idi, 2-5-dən də. Mən sizə yazdıqlarım var amma dərsdə ancaq. Tamam. Deməli, baxın, bir dənə 8 qoyuram. 8-i 2-yə böləndə, salam hər vaxtdan sonra. Nəzrin onlayn dərsə qoşulmalı idi. 8-i 2-yə böləndə qalıq 0-a bərabərdir. Hə, n olacaq neçə? 4. Qalxdı 4-ü 2-yə böləndə qalıq 0-a bərabərdir. Hə, n olacaq neçə? 2. Bax, döyülür. 2-ni 2-yə böləndə qalıq 0-a bərabərdir. Hə, n olacaq neçə? 1. 1-i 2-yə böləndə qalıq 0-a bərabərdir. Yoxdur və bəli çapılımdır. Qapı döyülür. Qapı. Mən indi 8-i qoyuram bura. 8-i indi bilmirsiniz də nə oldu? İndi bir dənə də 9 qoyun. 9-u 2-yə böləndə qalıq 0-a bərabərdir. Yox, elfə keçəcək. 9 bərabərdir 1-ə, xeyir çap edəcək, düzdür? Bir dənə də normal 2-yə bölünən bir ədəd qoyuram. Məsələn, qoyuram 6-nı. 6-nı 2-yə böləndə qalıq 0-a bərabərdir, uşaqlar. Deyirsinizsə, n olacaq neçə? 6-nı 2-yə böləndə 3. 3-ü 2-yə böləndə qalıq 0-a bərabərdir. Yox, yenə xeyir çap. Deməli, bu nə cütədə də axtarır, nə də ki, təkədə də axtarır. Hər ikisində xeyir verdi. Bu 8-də mənə bəli qiymət verəcək. 16-da bəli qiymət verəcək. 32-də bəli qiymət verəcək. Deməli, biz nəyi axtarırıq? 2-nin qüvvəti. Ay, sağ ol. 2-nin qüvvəti olub olmadığını axtarırıq. Küsmə Zeynəb, məndən küsməmsən. Çünki indi əyanın tələbələr çoxdur. Sən suallara cavab versəm, gəlir o biri əyanın tələbələrində suallara cavab verəm. Keçən dəfə təkcə sən qoşulmuşdun deyən. Bir nəfər qoşulanda bir şey olmur. O da sizin günahınızdır. Vaxtında dərsə gəlməlisiniz. Əvvəlcədən, Başa hə, düşürəm. yəni ona görə bunların öncəliyim özləri bunlardır da. O baxımdan. Tək bir dənə sən olanda əyanidən qoşulan bir problem olmur da. Yəni nə qədər sənin çox sualın ola bilər ki. Amma indi bunları Rahidə məsələn cavab vermirəm, Tunara cavab vermirəm, o birisinə cavab vermirəm deyə ədalətlik prinsipini yapıyoruz. Sonra 33, 34, 40, 50. 34-ə baxın. Ay uşaqlar deyir ki, hər dəfə 5 çıxsın, 5 çıxsın, 5 çıxsın da. Yəni məsələn 15-dən 5 çıxdın, qaldı 5, axırı 0-a. Deyir bu 3 dənə sətir var. İkinci, üçüncü və dördüncü sətir. 2, 3, 4-ü. 2, 3, 4-ü burada hansı cavabla biz uyğunlaşdıra bilərik? Onda C variantını. Yəni qalıqda, qalığı da böləndə sonda 0 alırıq da. Mən də sonda burada 0 alacağam. Burada sonda 0 alacağam. O 0-ı qalıqla da ala biləcəm. Bir dəqiqə. 40-a baxıram. Bir proqramın nəticəsi nə olacaq? Ay uşaqlar, biz Python-u yekunlaşdırırıq. Ay balalar, bunlar sizin üçün artıq su olmalıdır, su. Ay Zəhra.
Bax, şərt doğrudur. Bəli. Şərt doğrudur. Hə. 15-i 2-yə böləndə qalaq sıfırdan fərqlidir bala. Bəli. Fərqlidir də. Qalıq Bəli. nədir? 1-dir. S-lə i-ni toplayacaq. S-in qiyməti nədir bizdə? 0-dır. I-nin də qiyməti 15-dir. S oldu 15. Keçdi. I-ni bir vahid azaltdıq. I oldu 14. Bu sərbəst operatordur. Şərt doğru olsa da olmasa da yerinə yetirilir. Yenə gəlirəm şərt doğrudur. Deyirəm ki, hə. Deyir ki, 14-ü 2-yə böləndə qalıq sıfırdan fərqlidir? Yox. Qalıq nədir bizdə? Sıfırdır da, düzdür. Onda K-nın qiyməti artacaq. K olacaq 1. Yenə oldu 13. Diqqət eləsən. 2-yə tək ədədləri neynir? Bax, 15-dən 3-ə qədər tək ədədləri cəmləyəcək, cüt ədədləri sayacaq. Amma gəl bir-iki reisdə gedək, hər ehtimala qarşı tam başa düşmək üçün. Bax, 13, 3. Şərt doğrudur, hə. 13-ü 2-yə böləndə qalıq sıfırdan fərqlidir. Fərqlidir də. Qalıq 1-ə bərabərdir. Onda S-lə i-ni toplayacaq. 13-lə 14-ü toplayacaq, eləyəcək 27. 14-ü nədir? I-nin sonuncu qiyməti neçədir? 13-dür. S-in qiyməti, hə. S-in qiyməti 15-dir. 13-lə 15 toplayacaq, baba. Elədi 28. I yenə bir vahid azaldı, oldu 12. Şərt doğrudur, deyirəm hə. Bu dəfə 12-ni 2-yə böləndə qalıq sıfırdan fərqlidir? Yox, qalıq elə sıfıra bərabərdir. Onda K-nı artıracam, S-yə keçəcəm. K olacaq 2. Gördün, 15-dən 2-yə qədər təkləri cəmləyir, cütləri neynir, sayır. Mənim də 15-dən, bax, 15, 14, 13, bax, dövrə girib çıxmıram artıq, 12, 11, 10, 9, biz imtahanda hər dəfə dövrə girib çıxsaq, ay uşaqlar, biz batdıq onda. 4, 3, 2, 1, 3-ə qədər. 3-ün özün belə götürmür. Mən nereye getmişəm? Sadəcə məsələn 40, 50 belə almışam, sonra 60 olmalıdır da. Hə. Sonra məsələn 58 almışam, bilmirəm, sonlara yaxın. Yəqin nəysə səhv almışsan, bax. Amma burada belə yazanda heç səhv eləmə ehtimalımız yoxdur. Görürsən Zəhra? Bax, bunları topla görün, bax. Belə heç səhv etmə ehtimalımız yoxdur da, düzdür? Cütləri sayıram. 1, 2, 3, 4, 5, 6. 6-dır deməli. 7-lər getdi. 6. 15-dən 13 topladım. 28. 28-in üstünə 11 gəldim. Neçə elədi? 39. 39-un üstünə 9 gəldim. 48-in üstünə 7 gəldim. 55, 55'in üstüne 5. 5, 60. Gördün? Bəli. Sadəcə, bax, əslində girib çıxaram, uşaqlar. Müəllimlərin %60-70%-i hələ keçən il yenə %80 idi. Bu il artıq şey olurdu, il-ildən də şey olur. İnformatika yeni fənd. Müəllimlərin %60%-i girir çıxır. Amma bu bizim üçün imtahanda bu bizim üçün, yəni siz gəlib deyəcəksiniz ki, mənə, müəllimə, bəs mən bu sualların hamısını bilirdim, amma yaza bilmədim. Mənim üçün onda önəmi olmayacaq sənin o sualları bilmədiyin. Sənin o sual sənə bal gətirmirsə, sən dövrə denə ki, mən 100 dəfə girib çıxacam. Və sənin 100 dəfə girib çıxmağı orada heç kim gözləmir ki, sənin 3 dənə fənnin olur. Digər fənlərin 150 bal verirdi. İnformatikaya maksimum az vaxt ayırırsınız. Bu reallıq budur. Gəlin, nə qədər belə toz pəmbə şey eləsək də, reallıq budur ki, daha sənin fiskan, riyaziyyatın yaxşıdırsa, sən informatikaya vaxt az ayırasın. İnformatika nə qədər yaxşı olur olsun. Ona görə sən sürətli yolları bilməlisən ki, o az vaxtda bal alasın. Davam edək. 40, 45, 46, 40 hələ demişəm hələ mən sizə. 46, 47. 45, 46, 47. Hə, of, gəldik, çatdıq buna. Bax, ədədin qalıqlarını götürür, 2-yə bölünənləri vurur. Nəysə, bunu elə yazsaq daha yaxşı olacaq. Ədədin budur. 0-dan böyükdür, hə, 2 olacaq 1. 1 2-yə böləndə qalıq 1-ə bərabərdir. Hə, t-ni vurduq 2-yə. Q nədir bizdə? T. 1. 1-i 1-ə vurdum, m-i də üstünə gəldim, bu elədi 1. T-ni vurdu ona, t elədi 10. Ədədin də bir vahid azaldı. Burada da 10'dur da.
Sonra qalxdı yuxarı. Sıfırdan böyükdür. Hə, 2 olacaq. Bax, bu ədədi 10-a böləndə qalıq nə olacaq? 8. 8 2-yə böləndə qalıq 1-ə bərabərdir. Yox, uşaqlar, bərabər deyil. Onda qalxıram yuxarı. Növbəti, bu arada ədədin də düşdü də. Budur ədədin. Artıq 4927-dir. Qalığın oldu 7. Deməli, 7-lər tək ədədlərlə işləyir ancaq. 7-ni 2-yə böləndə qalıq 1-ə bərabərdir. Hə. M bərabərdir. T-ni vururam Q-yə. T bizdə nədir? 10. Onu vururam Q-yə. Q nədir bizdə? 7. 70. Üstünə də M-i gəlirəm. Belədir 71. Bu tərsinə yazır, deyəsən şeyi. O görə nə yazır? Tək rəqəmlər. Sonra 971 eləyəcək. Hə. Tək ədədləri verilmiş şeydə tək ədədləri tərsinə yazır. T-ni vurur təzədən 10-a. T olacaq 100. Necə? Deyirəm, başa düşdüm indi. Hə. Bax, çıxdım yenə. Qaldı 492. 492 böyükdür. Hə, 2-ni götürəcək. 2-ni 2-yə böləndə qalıq 1-ə bərabərdir. Yox, sonra 9-u götürəcək. 9-u 2-yə böləndə qalıq 1-ə bərabərdir. Hə. M bərabərdir. T vurulsun Q. Q bizdə 9-dur. M-imiz də 100-dür. 900, üstünə də 71 gələndə elədi 971. T də elədi 1000, amma tabi bu T-dən onsuz istifadə etməyəcək. N aldı bizdə 4-ü, sonra Q oldu 4, 4 də bölünmədi, N aldı 0 və getdi. Ədədimizin elə bir ki, daxil ədədimiz bu idi. Bunun tək rəqəmləri. Say 971 yazıb, sadəcə tək rəqəmlərini ayırıb, tərsinə də yazmayıb. Tərsinə yazsaydı 179 olardı. M-i gəlir üzərinə. 971. 46-da. Yəni 46 maraqlı sualdır. Diqqətiniz burada olsun. Bu tip suallar qəbul tez-tez düşür. Hətta bu sual elə qəbul sualı deyərək. Tam bu tipdə bir sual düşüb qəbula. Maksimum rəqəmlər dəyişik olur. Nə oldu? Hə, gəlirəm bura. Və i alacaq, ay uşaqlar, bir qiymət. N-ə nə istəyirsiniz qoyun da. Məsələn, 4 qoyun, 5 qoyun. Axırı ki, özü daxil olmaqla. P bərabərdir. Mənfi 1-i, bax, P-də mənfi 1-dir. Mənfi 1-i mənfi P-yə vuranda müsbət P eləyir. I bölünsün 2 alacaq. I-nin qiyməti 1 idi. S bərabərdir. S də 1 bölünsün 2-dir. Bax, diqqətli olun. Əslində, bu sual elə ki, açıq aydın göstərilir bizə. Mən bunu burada istifadə edə bilmirəm. Niyə? Bir dəqiqə. Sizi biraz aşağıya. Bax, i aldı, sonra i aldı. 2 qiymətini, ay millət. Gəlirəm aşağı. P bərabərdir. Mənfi. Bax, mənfini, bax, P burada nədir? 2-də 1. Mənfi P-yə vuranda artıq bu mənfilədir. Mənfi 2-də 1 elədir. Çünki müsbəti mənfiyə vurdu, mənfi. Vurulsun, i bölünsün, neçə? 2. Bu P-nin qiymətidir. Mən sadələşdirmirəm, hələ belə uzun-uzun yazmaq istəyirəm ki, görəsiz nənədir. S bərabərdir, 1 bölünsün 2. Burada toplama yazıram. Bu P-nin qiyməti. Şeydə yazacağım. İndi birazdan sadələşdirəndə zaten ehtiyacımız olacaq. Sonra i gəlib alacaq 3 qiymətini aşağıda. P bərabərdir P. P-nin qiyməti, bax, P-nin qiyməti budur. Bu da mənfidir. Bu mənfi P-yə vuranda artıq müsbət olacaq. 1 bölünsün 2 vurulsun, 2 bölünsün 2 vurulsun, i bölünsün 2. İ'miz də 3 idi. 3 bölünsün 2. S bərabərdir. Baxın. S bərabər. S-in qiyməti budur. 1 bölünsün 2. Üstə gəlinsin. Mənfi 1 bölünsün 2 vurulsun, 2 bölünsün 2. Üstə gəlinsin. 1 bölünsün 2 vurulsun, 2 bölünsün 2 vurulsun, 3 bölünsün 2. Uşaqlar, i-yə bir dəfə də 4-lə girirəm və yekunlaşdırıram. Artıq siz indi görməlisiniz. Mənim riyaziyyatçı dahilərim. P-nin qiyməti budur. Bunu mənfiyə vuranda bu avtomatik olaraq mənfi olacaq. 1 bölünsün 2, vurulsun 2 bölünsün 2, vurulsun 3 bölünsün 2. Düzdür? Üstə gəlinsin. Yox, daha doğrusu üstə gəlmə yoxdur. Burada vurma darısı. Vurulsun. i-nin bu dəfəki qiyməti 4-dür. 4 bölünsün 2. S bərabər olacaq. Baba, S-in qiyməti bu idi. Demək, bunu birazdan sadələşdirəcəm.
Özüm hələ sadələşdirmirəm ki, görəsiz. Sizcə bu nədir? Bir dənə də üstünə gəlirəm P-ni. Bu arada üstünə gələndə bu da mənfidir yenə mörsədə yazıram bunları. 3 bölünsün 2 vurulsun 4 bölünsün 2. Ay uşaqlar, buradasınız, məni eşidirsiniz? Bəli, mən. Ay sağ ol, faktorialdır. Bu görürsən, 1 2-yə vurur. Bax, bu 1-in elə faktorial. Bu 1 2-yə vuranda 2-nin faktorialdır. Düzdür? Sonra 1 vurulsun, 2 vurulsun 3, 6 eləyir. 3-ün faktorial. 1 vurulsun, 2 vurulsun, 3 vurulsun 4, bu da. Aşağıda nə olacaq? Bax, burada özümüz üçün sadələşdirək. 1 bölünsün 2. Üstə gəlin. Üstə gəlin olmayacaq. Bura müsbətdir, bura mənfidir. Nə olacaq onda? Çıx. 1 2-yə vuranda dedik ki, nəyin faktorialdır? 2-nin faktorialı aşağını da sadələşdirək. 2 üstü 2 bizə nə verəcək? 2-nin kvadratı, düzdür? Burada toplamadır, toplamadır. 1 vurulsun, 2 vurulsun 3. 3-ün faktorialı bölünsün neçədən 2-ni bir-birinə vurur? 2 üstü 3. Üstə gəlmə, çıxma. Bura nə olacaq? Çıxma. Nəyin faktorialıdır? 4-ün faktorialı bölünsün neçədən 2? 2 üstü 4. Ay sağ ol. Cavablarda hansı olacaq? C variantı. C variantı. Oldu? Bəli, mənim çatdım. Nə olub Aytmar? 5 izah elədim, 46-nı izah elədim, 47 var idi elə. Bayaq şeylə bağlı deyirdim. Ay uşaqlar, bax sualımız budur. Əgər ona bölübsə qalıq və ona tam bölübsə bu hansı say sistemindən söhbət gedir? Onluq say sistemindən. Rəqəmlərimiz 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 olacaq, düzdür? Mənə deyir ki, 5 rəqəmli ədəd. Onluq say sistemində 5 rəqəmli ədəd axtarıram. 4, 5. 5 rəqəmli ədəd axtarıram və ən böyük axtarıram. Ən böyükdürsə, bura mən 9-la yazıram ki, 9-la. Amma görürsünüz, A-nın qiyməti bizdə 2-dir. 2-dir. B-nin qiyməti 4-dür. Yəni, mən 4-dən böyük maksimum 2 dənə ədəd yaza bilərəm. 4-dən böyük maksimum 2 dənə ədəd yaza bilərəm. Birinci 9-dur. Çünki A ancaq 2 dəfə işləyə bilər. İkinci də elə yazmalıyam ki, uşaqlar. Məsələn, 8 yaza bilmərəm. Çünki elə yazmalıyam ki, hər iki şərt ödəsin. Mən bunlara ayrı-ayrılıqda baxsam, yəni məsələn, bura 8 yazsam, B-nin qiyməti şey olacaq. B 3 alacaq. Yəni, B 3 dəfə işləyəcək. Mən elə eləməliyəm ki, 8-də B işləmir axı. Elə eləməliyəm ki, B də işləsin. 6 olar onda. 6 olar, olar. 6-da həm A işlədi, A ilə qutardıq. Həm də 5-dədir. Deməli, mən artıq A ilə niyə görə qutardıq? Çünki A-da cəmi 2 dənə ədəd yaza bilərdim. A 2 idi. 2 dəfə işləyə bilərdi, bax, bu şərt. Onda mən 5-dən yuxarı heç bir ədəd yaza bilmərəm artıq. Keçirəm. Amma B işləyə bilər. B işləyə bilər. Hansı ədədi yazım? Məsələn, 4 yaza bilərəm, ən böyük deyir. Onların içərisində qalan ən böyük ədəd. Təkrarlanmama söhbət yoxdur deyən hamısı da 4 olacaq. Oldu? Bəli. Bəli. Aferin sizə. Bu ədədləri daxil edilərsə, ədədin şeyin, ay uşaqları, bu da sadə bir şeydir. Prosta hesablama aparacaqsınız. Bir-iki reis gedirəm, özünüz baxarsınız. Leyla, bu da cavab deyəsən A variantı almalıdır. Nəyi almamısan?
Mən qatdım, qarışdırdım bir-birinə. Tapa bilmədim. 138 n olacaq 2. Bunu sənə buraxacağım. Yəni bu hesablamadır. K-nın qiyməti neçədir? Bu arada K burada 1389. Adi hesablamalardır. 1389 üstə gəlinsin. 3 vurulsun 10 üstü 2. Hə, sonra təzədən belə. Bunu hesablayanda nə almışsınız? Hesablayan varsa desin. 1689 alınır birinci kan. Sonra ona görə 1689 vurulsun 10 üstə gəlinsin 9. Düzdür? bəli, 1600 16800. bərabər 16800. Heç nə, bir də tərsən qalxırsan. X-in qiyməti artıq 138-dir. 138 böyükdür sıfırdan, hə. X olacaq X 13, N olacaq 4. Yəni bu adi hesablamalardır zaten. Gəldik bura. K-nın qiyməti 16899 üstə gəlsin. 3 vurulsun 10 üstü 4. Yəni bu da eləyəcək 30.000. Bunu da üstünə 30.000 gələcəksən. Bir də tərsən ona vurasın. Yəni bunu belə-belə gedəcəksən də yəqin ki, nəsə hesablama səhv eləmsən. Hələ K bir dəfə də girməlidir. Cavab A variantı eləməlidir. Kalkulatorla vur əgər alınırsa. 54. Bu sırayla daxil edir ya uşaqlar. Bax bu 5 ilk qiymətdir inputda. 5-in üstünə 1 gəldim, bu elədi 6. I bərabərdir 1 eləyəndə 4. Bax input yanıb sönüb x alacaq 4 qiymətini. S-dən x-i toplayacaq, eləyəcək 4. I alacaq 2 qiymətin. Burada inputun əvəzinə 4-ü istifadə elədin. Nə istifadə edəcəksən? 5-i. S olacaq 9. I olacaq 3. Yenə x olacaq bu dəfə neçə? 3 olacaq. S olacaq 12. I olacaq 4. X alacaq 0 qiyməti. Yəni S olacaq nə? 12. I alacaq 5-i. Vay, bərif çıxam yazmam. I alacaq 5-i, I alacaq 5-i, X alacaq 6-nı, S alacaq 18-i. S oldu 18, artıq getdi. Yaxşı mı? Yaxşı, hamı bir ağızdan əvvəl deyir. Çünki tiplərə baxacaq. Tamam. A-nın qiyməti əvvəlcə 3-dür, B-nin qiyməti də 7-dir. İndi bu tipləri keçəcəm bu gündə sizə. 3 və 7-dir. Gəlirəm bura, ay uşaqlar. A-nın başlanğıc qiyməti 0-dır. Hər dəfə bir-biri artıbsa, mən hansı neçə rəqəmli ədəddən, neçə rəqəmli də ədədim? Sonda da 3 alıb. 3 rəqəmli. 3 rəqəmli. Çünki dövrə 3 dəfə girib çıxıb. Hansı say sistemindən söhbət gedir? Hansı da ədədlərin? 9-a 2, 0-dan da 3. Və bunları toplayıb, toplayanda nəticəni nə alıb? 7 alıb. Rəqəm məncəmin 7 alır. Ay, sağ ol. Ən kiçik ədəd deyir. Ən kiçik ədəd hansını qoya bilərəm ki, burada mən 7 alıb. 0-la başlaya bilmərəm, 1-lə başlayaram. Getirsiniz. 1-lə başlayıram, 0, 6. Bəli, 106. Hansı say sistemindədir? 10-luq. Əgər başqa say sistemi olsaydı 10-luq da olardı. Bir də saniyə mənə icazə verin. 106-dır. Burada 106-dır. Ən kiçik qiymətimiz. 53 üçün tapmışsan. Heç 53 görməmişdim. 54-ü heç zaxım vermədim. Mən 54-ü. 54-ə baxmadım mən. Baxdım. Tamam. 46. Bunlara baxmışım. 70-ə qədər suallarınızı verin gəlsin millət. Yavaş-yavaş şey eləyək ki, mən dərs keçim artıq. Bunlar rahat suallardır səndə. Adil hesablama. 69-a da baxaq. S-i hər dəfə i-yə vurur da bala.
3-ə vurur, bax. S-in heç başlanğıc qiymətini bilmirsən, düzdür? I alacaq 0 qiyməti. 3-ü 0-a vuranda verəcək nə? S üstə gəlinsin 0. I alacaq 1 qiymətin. S üstə gəlinsin 1 3-ə vuranda 3 olacaq. I alacaq 2 qiymətin. S üstə gəlsin 2-ni 3-ə vuranda elədi 6. 6 ilə də 3-ü toplayanda elədi neçə? 9. I alacaq 3 qiymətin axırıncı qiymətidir. 3 3-ə vuranda 9. S üstə gəlinsin. 9 ilə də 9 18. Mənim 30 olması üçün S 12 ilə daxil olmalıyam ki, bu da 30 eləsin də. Ədədim həm 3-ə bölünməlidir 1-dən 9-a qədər i. Ya 3-ə bölünməlidir, ya da 2-yə bölünməlidir. Bunları neyinir? Cəmləyir. 3-ə və 2-yə bölünən ədədləri cəmləyir. 2 bölünür, 3 bölünür, 6 bölünür, sonra 8 bölünür və orada deyən ikisindən də biri olsa olar, fərqi yoxdur. 9 bölünür. Bunları cəmləyirik. Haycan? 4. Hə, 4 də var, sorry. 2, 4, 6, 8, 2-yə bölünür, 3, 6, 9-a bölünür. Ben 2'ni yazmamıştım ona göre. Bunlar. Sonra 67, baxdım 67-yə. 67 idi, 69 baxmışam. 82, 83, 85. Bu 82-ni keçəcəm indi. Eyni şeylərdir. Deyir ki, çapa 27 verilməsi üçün A dəyişənin neçə oldu daxil etməlidir? 27 gedirsə S-in qiyməti, S 3-ə vurulurdu. Dövr neçə dəfə davam edəcək? 3 defa. 3, 3, 3. Bu 27 verir, düzdür? Deməli, mənim dövrüm 3 dəfə davam edəcək. Uşaqlar. Səsini o tərəfə keçməyin, zəhmət olmasa, çünki 83-ə baxıram. Mən sizə sual cavab dinləməliyəm. Sonra bunun ardına baxarım. 27, 3 vurulsun, 3 vurulsun, 3, 27. İndi hansı ədəd olmalıdır ki, bu 8-lik say sistemində ən kiçik, hə? Bir dənə 8-lik say sistemində ən kiçik ədəd götürürəm. 1 ilə başlasın. Bu arada bu bir dənə şey olmalıdır. Qalıq 0 olmamalıdır. Sök qutardı getdi, 3 dənə 1. Çünki hər dəfə qalıq mənə demir ki, 8-lik say sistemində nəsə elə. Tam hissəni götürür, qalığı götürür. Tam hissəni götürür, qalığı götürür. 3 dənə 1 8-likdə. Bu da yəqin onluq ədəd kimi daxil edəcəksən. Sən bunu onluğa çevirməlisən. Neçə eləyəcək? 73. 73. Ədədimiz onluqda 73-dür. 8-likdə tapıb onluğa çevirirsiniz. Çünki qalıq 0 olmamalıdır. Hamısında qalıq 1-1 alınacaq. Bu taat 7. Mən bura 100 də yaza bilərdim ən kiçik ədəd. Prosta 0 olanda dövrdən çıxacaq. Bu dövrün 3 dəfə davam etməsi üçün 3 dənə 1 yazdım. Təkrarlanmaması söhbəti də yoxdur burada. 85-i keçəcəm indi. 79, 82. 82-ni bala indi başa salmadım mı? 82-ni yox, başa salmamışım. 79-a baxıram. 74-ə baxmışam, Ayşə. Hayır neden? Bunu da geri qaydırıq da, bax bizdə. Şərtə bax, deyir ki, biz nə vaxt çıxmışıq bu şərtdən? Bu cür olub ki, biz çıxmışıq da, düzdür şərtdən. T altını alıb, T altını alıb, biz çıxmışıq. T altını nə vaxt alıb? Bax, bu şərt olanda T-nin qiyməti olub 6, H-ın da qiyməti olub 40 qiyməti çapı edilsin. H-ın da qiyməti olub 40. İcras nəticəsində, hə. H-ın da qiyməti olub 40. Bu biz hər dəfə bu halda arxaya gedirsən. H deməli 10 artıb 50 olub. T-də 1 vahid azalıb nə olub? Azalıb yoxsa artıb bir dəqiqə. 6, 5 olub. Hə, 5 olub. Sonra bu halda H olub 60, T olub neçə? 4. Sonra bu halda H olub 70, belə davam edirsə. T olub 3, 3, 2, 70, 80, 90. H 90 ilə girməliymiş. Davam eləmədim də. Deməli, H 90 olmalıdır ki, 10 çıxanda bu gəlib 40-da dayansın. İnin qiymətində T hansı qiymətdə var? 1-i, 2-ni, 3-ü, 4-ü, 5-i, 6-nı.
90 eləyir də. 90 eləməlidir, hə. Onlar 82-lərə indi mən dərs keçəcəm, o qalsın. Bir 15-20 dəqiqəlik bir dərsimiz var. Elə ondan sonra onların izahına baxacaq. Bir də 79. 82 ilə 85 dərs keçəcəm, ona qalsın. 85-ə qədər baxdıq da. Bir dənə 79-a baxıram. A deyir ki, A-nın dəyişənin hansı ən kiçik natural qiymətində bir ədəd çap edilir. Mən bunu hələ keçməmişəm sizə. İndi yazın ki, bunu recordingini dayandırım, bir dənə də əlavə recording götürüm.